Elə bir şey olmur ki, arvad evliliyin ilk zamanlarında özünü pis aparsın. Amma sonralar da yaxşı aparsın. Yəni ki, sonralar eyni qaydada davam etməsi demək olar ki, mümkün deyildir. O ilk vaxtlarda çox miqdarda dopamin, adrenalin, noradrenalin və başqa hormonlar alır. Ondan dolayı özünü elə aparır. Bu əslində onun özü deyildir. Yəni ki, onun aldığı hormonlardan qaynaqlanan bir rəftardır. Amma sonralar çətinlik, arvadlıq vəzifəsi, sorumluluqlar gördükdə tamamilə başqa adam olacaqdır. Tamamilə başqa adam. Bax, bu reallıqdır. Amma desək ki, ağıllı kişi nəinki mənəvi mənada özünü buna hazırlayır, eyni zamanda ilk vaxtlar arvad özünü belə aparması onun hormonu ilə əlaqəlidir. Tam da onun əsli deyildir. Bunu o kişi anlayır.